Salam əziz, MİQV sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə bugün müsahibədə verilən suallar və onların cavablarını izah edəcəm. Həmin sualları sizlərlə tanış edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn kurikulum, onlayn müsahibə dərslərimizə qoşulmaq istəyənlər 055 468 8924 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Sinfində kiberbullyingi sevən bir şagird var deyə sual ünvanlayırlar. Bunun qarşısını almaq üçün hansı üsulundan istifadə edərsən? Ümumiyyətlə, yadda saxlayın ki, bullyingin, mobbingin qarşısını almaq üçün müəllim dərsdə rol oyun və səhnələşdirmə üsullarından istifadə etməyi bacarmalıdır. Rol oyun bir çox formada ola bilər. Yəni rola girmək sadəcə oyun kimi görünsə də inkişaf etdirici öyrənmə prosesinin əsas tərkib hissəsidir. Yəni rol oyun və səhnələşdirmə yeni situasiyaların qavranılması üçün yaxşı üsullardır. Yəni istər burada verbal bullying olsun, kiberbullying olsun, qeyri-verbal, sosial bullying, yəni bunların hamısı ümumiyyətlə bullyingin qarşısını almağın ən gözəl yollarından rol oyun və səhnələşdirmə üsullarını ön plana çıxartmaqdır. Sonra ümumiyyətlə rol oyun səhnələşdirmə üsulları yeni situasiyaların qavranılmasında əsas rol oynayır və özünü tənzimləməni, münaqişəni həll etməyi öyrədir. Sonra müsbət rəylər, mənfi rəylər. Bunlar nəyə görə vermişəm? Bu effektiv rəy, konstruktiv rəy, destruktiv rəylər üçün vermişəm. Müsbət rəylər əsasən həssaslıqla verilmiş rəy, həssas rəy, müsbət rəy, emosional fəaliyyətə yönəlik rəylər müsbət rəylərdir. Həmçinin emosional olaraq şagirdlərə dəstək olmaq, spesifik rəy, motive edici rəy, yəni motivasiya verən rəy, korreksiya edici rəy, effektiv rəy, fəaliyyəti stimullaşdıran rəy, şagirdə səhvini düzəltməyə imkan verən rəy, konstruktiv rəy, idraka yönəlik rəy, istiqamətləndirici rəy, inkişafı təmin edən rəy və gələcəyə yönəlik rəy. Bütün bunların hamısı müsbət rəylər hesab olunur. Bəs mənfi rəylər hansılardır? Destruktiv rəy, yanlış rəy, negativ rəy, emosiyalara yönəlmiş rəy. Baxın, emosional olaraq dəstək müsbətdir. Ancaq emosiyalara yönəlmiş rəy mənfidir. Yəni emosional yanaşır, emosiyalarına yönəlir. Yəni deyirsən, dəryasan, sinfin gözüsən. Yəni onun gördüyü işi tərifləmir. Ona sadəcə belə deyim, şəxsinə tərif deyir. Emosional rəy də mənfidir. Keçmişə yönəlik rəy, kaş, gərək, diqqət etsəydin, yaxşı öyrənsəydin, daha diqqətli yanaşsaydın kimi fikirlər mənfi rəylər hesab olunur. Layihə işi necə qiymətləndirilir? Layihə tamamlananda qiymətləndirmə rubriki vasitəsilə həm nəticələrin yoxlanılması, həm də prosesin dəyərləndirilməsi, refleksiya mərhələsi həyata keçirilir. Qiymətləndirmə prosesinin şagirdlərin iştirakı ilə aparılması məqsədun hesab olunur. Əldə olunan nəticə, məhsul, bilik, bacarıqların müzakirəsi ilə yanaşı şagirdlərin keçirdikləri hissləri ifadə etməsi də olduqca burada önəmlidir. Layihə həm də qiymətləndirmə vasitəsi kimi də istifadə oluna bilər. Layihə işində qiymətləndirmə müxtəlif meyarlara əsaslana bilər. Məsələn, tədqiqatın dərinliyi, təkliflərin effektivliyi, təqdimatın keyfiyyəti, fənn ilə mövcud problemin inteqrasiyası və s. ilə bağlı meyarları nəzərə ala bilər. Bəs qrup işi necə qiymətləndirilir? Qrup işinin qiymətləndirilməsi zamanı müəllim nəyə diqqət eləməlidir? İki əsas məqam var. Bir, şagirdin dərsin məqsədi ilə bağlı məzmunu nə dərəcədə öyrəndiyini qiymətləndirməli, bir də şagirdin hansı bacarıqlara nə qədər yiyələndiyini qiymətləndirməlidir. Bəs yumşaq bacarıqlar nədir? Məşhur suallardan biridir. Yumşaq bacarıqlar ünsiyyət, münasibət, əməkdaşlıq bacarıqlarıdır. Emosional intellektin, Goleman nəzəriyyəsində emosional intellektin formalaşmasında yumşaq bacarıqların rolu əvəzsiz olduğunu bilirik. Və çünki empatiya, yəni sosial məlumatlıq, münasibətlərin idarə olunması komponentlərinin formalaşmasında məhz yumşaq bacarıqlar, yəni ünsiyyət bacarıqlarının rolu əvəz olunmazdır. Sonra sual verə bilərlər ki, kurikulumda hansı sənədlərin qəbul olunduğunu bilirsiniz, hansı illərdə qəbul olunub, bunlardan sual verə bilərlər. Ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər 2020-ci il 29 sentyabrda təsdiqlənib və 5 il müddətində qüvvədədir. Bura nələr aiddir? Pedaqoji prosesin tamlığı, təlimdə bərabər imkanların yaradılması, şəxsiyyət yönümlülüyü, şagird yönümlülüyü, inkişaf yönümlülüyü, fəaliyyətin stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması, inklüzivlik, məktəb valideyn əlaqələrinin tənzimlənməsi.
Sonra açıq dərs zamanı direktor dərsin ortasında səni təhqir edir. Nə edərsən? Nəinki direktorun, həmçinin heç bir vətəndaşın, digər vətəndaşın şəxsiyyətini alçaldıb təhqir etmək hüququ, haqqı yoxdur. Bu vəziyyət konstitusiya ilə tənzimlənibdir. Yox, əgər tənqid etmiş olsa, müəllimin etik davranış qaydalarından olan mədəni davranış qaydasına əsasən müəllim tənqidi fikirlər qəbul etməli, qiymətləndirməli və düzgün nəticə çıxartmalıdır. Nəzərə almaq lazımdır ki, müəllim həm cəmiyyət, həm də şagirdlər üçün nümunədir. Bu səbəbdən direktor öz tənqidi fikirlərini sinif otağında yox, müəllimlərin iclasında və yaxud da həmkarlar ittifaqının iclasına səsləndirə bilər. Sonra şagirdin yaradıcılıq qabiliyyətini necə formalaşdırarsınız? Bir neçə yollar var. Dərsi heterogen, yəni qarışıq qruplar şəklində qurmaqla, təhsildə bərabər imkanlar yaratmaqla, şagird yönümlü və tələb yönümlü prinsipinə əməl etməklə, dövrün tələbi olan yaradıcı təfəkkürün və üst təxəyyülün inkişafına zəmin yaratmaqla, yeni təlim üsullarını tətbiq etməklə, layihə metodundan istifadə etməklə, demokratik ənənələri gücləndirməklə, şagirdləri öz şəxsi ifadə tərzinə istiqamətləndirməklə biz onlarda yaradıcılıq qabiliyyətini formalaşdıra bilərik. Məktəb direktoru sizə deyir ki, 30 saat dərsinizin 15 saatını ehtiyacı olan müəllimə verin. Nə edərsiniz? Ehtiyacı olan müəllim yoldaşımız varsa, mən könüllü olaraq imkan daxilində ona özüm dəstək olaram. Əgər bunu direktorun təklifi əsasında etmiş olsam, könüllü yox, təsir altında etmiş olaram. Yəni həm özümün, həm də iş yoldaşımın vəziyyətinə uyğun olaraq qərar verməyim mütləq şəkildə lazımdır. Sonra Bakı-Tbilisi-Qars dəmir yolu haqqında nə bilirsiniz? 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmir yol layihəsi hesab olunur. Dəmir yol xətti Azərbaycanın paytaxtı olan Bakı şəhərindən, Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə doğru gedir. Bu dəmir yolu Azərbaycanla Türkiyəni birləşdirir. Dəmir yolunun ilkin açılış tarixi 2010-cu il, daha sonra 2013-cü ildən 2013-cü il, sonra 2015-ci il və 2016-cı ildir. Və nəhayət 2016-cı ildə keçirilmiş 3 tərəfli görüşün nəticəsində 2017-ci il olaraq da elan olunubdur. Yəni ki, bir növ təkmilləşə getməkdədir. Yəni bu yolun inkişafı bu ölkələr arasında olan əlaqənin təkmilləşməsinə, əlaqənin formalaşmasına, inkişafına zəmin yaradır. Təhsil sahəsində dövlət standartları, bu da qanunlardan, təsdiq olunmuş sənədlərdən biridir. 2020-ci il 29 sentyabrda qəbul olunub, 5 il müddətində qüvvədədir. Burada nələr aiddir? Ümumi təhsilin məzmunu, idarə olunması, maddi-texniki tədris bazası, infrastruktur, təhsil verənin keyfiyyət göstəricisi, təhsil alanın bilik, bacarıq, vərdiş səviyyəsi, sonra şagirdlərdə formalaşdırılan səriştələr, məşğələ fənlər üzrə ümumi təlim nəticəsi, təhsilin təşkili, saatların ümumi miqdarı, ümumi pedaqoji tələblər, qiymətləndirmə, monitorinq bura aiddir. Sonra burada da digər bütün sənədlərin adını yığmışam. Yəni sual verə bilərlər ki, kurikulumda hansı sənədlərin adını bilirsiniz? Bura məsələn sinif rəhbəri haqqında əsasnamə 5 mart 2009-dur. Ümumi təhsil pilləsinin dövlət standartlar, proqramlar, kurikulumlar sistemi 3 il 2010-cu ildə qəbul olunub. Ümumi təhsil müəssisəsinin pedaqoji şurası haqqında əsasnamə 19 noyabr 2010-dadır. Sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında əsasnamə 1 mart 2005-dədir. Ümumi təhsil sistemində dərslik siyasəti 23 yanvar 2006-cı ildir. Azərbaycan 2020 gələcəyə baxış inkişaf konsepsiyası 29 dekabr 2012-ci ildir. Sonra nə deyə bilərik? Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası 24 oktyabr 2013-cü il demək olar. Sonra ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar 1 may 2014-də qəbul olunub. Müəllimin etik davranış qaydaları 16 may 2014-də qəbul olunub. Sonra demokratik müəllim, liberal müəllim və avtokratik müəllim necə müəllimdir? Demokratik müəllim şagirdlərin fəaliyyətinə ümumi nəzarəti həyata keçirir və dərsin gedişatında şagirdlərin fəallığının təmin edilməsi üçün şərait yaradır. Şagirdlərin fikir müxtəlifliyini qəbul eləyir, uğur qazanmaları üçün şagirdlərlə birgə fəaliyyət göstərir, interaktiv təlim metodlarından istifadə eləyir. Liberal müəllim isə şagirdlərin fəaliyyətinə, çalışmalarına çox məhdud şəkildə nəzarət eləyir. Şagirdlərin mövzu ilə bağlı sərbəst fikirlərinə, əlavə məlumatlarına etinasız yanaşır. Yəni
liberal laqeyd, liberal laqeyd müəllimdir. Fikir müxtəlifliyini şübhə ilə yanaşır. Hesab edir ki, şagirdlər çox şey bacarırlar, amma buna ciddi yanaşmır. Yəni laqeyd müəllimdir. Avtokratik müəllim isə şagirdlərin əqli və fiziki fəaliyyəti üzərində tam inzibati qaydalarla nəzarəti həyata keçirir. Yəni avtoritar rejimi sevir. Dərsin təşkilində şagirdlərin bilik, meyl və maraqlarını, bacarıqlarını nəzərə qətiyyən almır. Çünki onlara azadlıq vermir, şagird yönümlü prinsipinə əməl etmir. Ən çox özü danışır, şagirdləri öz iradəsinə tabe eləyir. Hesab edir ki, şagirdlər onsuz da heç nə edə bilməzlər. Onlara inamı yoxdur. Yəni avtoritar rejimi sevən müəllimdir, müəllim yönümlü prinsipinə əməl eləyir. İkinci Qarabağ müharibəsi haqqında nə bilirsiniz deyə bilərlər. Vətən müharibəsi 44 günlük müharibə və yaxud da dəmir yumruq əməliyyatı hesab olunur. Azərbaycan adlanır. Yəni Azərbaycan silahlı qüvvələri və Ermənistan silahlı qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma 2-ci Qarabağ müharibəsində həyata keçirilib. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzun müddətli döyüş hesab olunur və beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarə etməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. 27 sentyabr 2020-ci ildə başlayıb 10 noyabr 2020-ci ildə, yəni bir ay kəft ərzində tamamlanıb. Dağlıq Qarabağ və onun ətrafında işğal altında olan ərazilər və Azərbaycan-Ermənistan sərhəddini əhatə edib. Azərbaycanın qələbəsi ilə nəticələnib və atəşkəs bəyanatı imzalanıb. Azərbaycanın müharibə dövründə işğaldan azad etdiyi ərazilər üzərində nəzarəti əldə saxlanılıb. Rus sülh məramlı qüvvələrinin bölgəyə yerləşdirilməsi həyata keçirilib. Paşinyan əleyhinə etirazlar başlanılıb. Türk-Rus ortaq monitorinq mərkəzinin qurulması üçün anlaşma memorandumunun imzalanıbdır. Müharibə zamanında Azərbaycanın 5 şəhəri, 4 qəsəbəsi, 286 kəndi və Azərbaycan-İran sərhəddi işğaldan azad olundu. Atəşkəsdən sonra Dağlıq Qarabağ ətrafındakı bütün Ermənistan tərəfindən işğal olunmuş ərazilər 1 dekabr 2020-ci ilədək Azərbaycana qaytarıldı və Ermənistan ərazisindən açılacaq dəhliz vasitəsilə Azərbaycandan Naxçıvana birbaşa quru yolunun açılması gündəmə gəldi. Sonra ingilis dilində icmal hansı ardıcıllıqla olur? Ümumiyyətlə, yəni icmal bütün fənlərdə bu ardıcıllıqla gedir. Yəni lesson plan dərsin icmalı, subject fənnimiz, grade sinfimiz, date tarix, topic mövzu, standard, objective və yaxud da aim məqsədimiz, integration inteqrasiyadır, interaction iş formasıdır, strategy iş üsuludur, resources resurslar, lesson type dərsin gedişatı, inductive yəni induktiv, deduktiv. Yəni Azərbaycan yəni digər fənlərdə də tarix, biologiya, bütün fənlərdə də bu gedişatla gedir. Sonra motivasiya, motivation, learning activity və yaxud da main activity, öyrənmə fəaliyyətidir, reflection, refleksiya, assessment, qiymətləndirmə və 4 səviyyədə, first level, second level, third level və fourth leveldə 4 səviyyədə müəyyən olunur. Yəni icmalınızı həmişə bu formatda hazır eləyin. İcmalınızda motivasiya, öyrənmə fəaliyyəti, refleksiya, qiymətləndirmə önəmlidir. İcmalı necə çıxış eləməliyik? Mövzu və dərsin məqsədini deməliyik və qeyd etməliyik ki, dərsin məqsədi və qiymətləndirmə meyarları dərsin əvvəlində sinfə elan edirik. Ardınca dərhal motivasiya hissəsinə keçirik. Çox detallı danışmaq orada önəmli deyil. Yəni orada çünki vaxt yoxdur çox. Öyrənmə və refleksiyanı qısaca şəkildə təsvir etmək kifayət edir. Əgər soruşsalar, qalan hissələri də demək lazımdır. Bu inteqrasiya, resurs, təlim forması, təlim üsulunu. Yəni bunlara da hazır olmalıyıq, amma təqdimat edəndə lakonik şəkildə, qısa şəkildə, səliqəli şəkildə vacib hissələri demək kifayət edir. Sonra bizi ayağa necə qaldırarsınız sualını ünvanlaya bilərlər. Azərbaycan himnini səsləndirərək buradakı hər kəsi ayağa qaldıraram deməyiniz kifayət eləyir. Tədqiqatçı müəllim necə olmalıdır? Empirik metoddan istifadəyə üstünlük verən müəllim məhz tədqiqatçı müəllim hesab olunur. Yəni tədqiqatçı müəllim nəzəri biliklərdən daha çox həyatda tətbiq edilən bacarıqlara önəm verir. Bu səbəbdən də öyrənilən biliklərin bacarığa çevrilməsinə şərait yaradan müəllim tədqiqatçı müəllim hesab olunur. Empirik metod, yəni tədqiqata, nəzəri hissəyə yox, nəzəri biliyə yox, həyatda tətbiq olunan tədqiqat metoduna öyrəndiklərini həyatda tətbiq etməyə, yəni fən üstü inteqrasiyaya çox önəm verir. Uşaq dərsə gecikib və keçib yerində oturur.
Nə reaksiya verərsiniz? Ümumiyyətlə müəllim sinifdə prosedurun tətbiqində israrlı olmalıdır və sinifdə xaosun yaranmasına imkan verməməlidir. Qeyd eləyək ki, sinifin idarə olunmasında prosedurlar, davranış və fəaliyyətin idarə olunmasında vaxt itkisinin qarşısını almaq üçün istifadə olunur. Və şagirdlərin müəyyən səbəblərdən dərsə gecikməməsi üçün tətbiq olunmalı prosedur addımlarının məntiqi ardıcılığı necə olmalıdır? Şagird içəri daxil olaraq müəllimdən icazə istəməli və gecikməsi barədə izahat verməlidir. Bəs şagird dərsə gecikən zaman dərsin pozulmaması üçün tətbiq olunmalı prosedur addımlarının məntiqi ardıcılığı necə olmalıdır? Onda isə belə olur. Şagird sakitcə sinifə daxil olmalı, yerində əyləşməli və dərs ləvazimatlarını çıxartmalıdır. Yəni prosedur mütləq şəkildə dərsdə tətbiq olunmalıdır. Sonra tənqidi təfəkkürü necə inkişaf etdirmək olar? Özünü dərk etmə və müasir təlimə yanaşma hesab olunan tənqidi təfəkkür öyrənənlərdə, şagirdlərdə idrak obyektlərinə yanaşmaq tərzini, qarşıya qoyulan məsələnin həlli istiqamətində müxtəlif üsul və vasitələrin müəyyənləşdirilməsinə əsaslanır. Yəni ki, tənqidi təfəkkür qarşıya çıxan məsələnin həlli istiqamətində müvafiq üsulu müəyyənləşdirir və ona uyğun olaraq düzgün formada dəqiqləşdirilmiş sürətdə həllinə nail olma bacarığında ifadə olunan əqli bir keyfiyyətdir. Tənqidi təfəkkürdən istifadə etməklə şagirdlər təlim tapşırıqlarını daha məqsədə doğru şəkildə dərk eləyirlər və sahib olduqları fikirlərə tənqidi yanaşaraq şuur altında özlərini bir növ həmən formanı mənimsəməyə sövq eləyirlər və daha dərindən təhlil edirlər. Yəni tənqidi təfəkkür təhlili sevir, daha dərindən öyrənməni sevir. Daha dərindən təhlil edəndə həm yaradıcı təfəkkürə yol açırsan, həm tənqidi təfəkkürə. Tənqidi təfəkkürün inkişaf istiqamətlərini təyin etməklə şagirdlərdə təhlil etmə, müəyyənləşdirmə, əlaqələndirmə, qarşılaşdırma, uyğunlaşdırma kimi bacarıqların inkişafına nail olmaqla bərabər, həm də təlim tapşırıqlarına müxtəlif yanaşmanı, eyni zamanda yaradıcı yanaşmanı da formalaşdırmaq mümkündür. Yəni bir şagirddə məntiqi təfəkkürünü formalaşdırandan sonra onu tənqidi və yaradıcıya doğru yönləndirməyimiz asan olur. Yəni artıq uşaqlar tənqidi yanaşırlarsa, yəni onlar artıq səhvi düzü müəyyən eləyə bilirlərsə, analiz eləyə bilirlərsə, təhlil eləyə bilirlərsə, fikirlərini əsaslandıra bilirlərsə, münasibət bildirə bilirlərsə, mühakimə eləyə bilirlər, debatda iştirak eləyə bilirlərsə, artıq tənqidi təfəkkür inkişaf etmiş olur. Sonra gündəlik planlaşdırma haqqında sual verə bilərlər ki, gündəlik planlaşdırma nədir? Gündəlik planlaşdırmanın əsas tərkib hissələri 1. Alt standart və ondan çıxan məqsəddir, yəni dərsin təlim nəticəsidir. 2. Məqsədə uyğun fəaliyyət, yəni təlim fəaliyyəti, üsul formalardır və 3. Məqsədə uyğun qiymətləndirmə, yəni formativ qiymətləndirmə üsul vasitələridir. Və burada təlim nəticəsi öyrənmə fəaliyyəti qiymətləndirmə ön planda durur. İncə dediyimiz kimi əsasən biz dərsin məqsədini diqqət eləməliyik. Gündəlik planlaşdırma dərsin təlim nəticəsinin reallaşmasına xidmət eləyir. Dərsin məqsədi müəyyən olunur. Dərsin məqsədi öz əksini tapır və dərsin məqsədi alt standartdan çıxarılmalıdır. Alt standartdan nə çıxarılır? Sual verəndə dərsin məqsədi olur. Gündəlik planlaşdırmada dərsin məqsədini müəyyən eləyəndə müəllim mən nə öyrədəcəyim yanaşmasında çıxış eləməlidir. Mən nə keçəcəyim yox. Gündəlik planlaşdırmada dərs üçün təlim nəticələri müəyyən olunur. Gözlənilən nəticələr dəqiq əks olunmalıdır. Dərs icmalı hazırlanmalıdır. Tapşırıqlar dərsin təlim nəticələrinə uyğun olmalıdır. Gündəlik planlaşdırmada sinif üzrə gündəlik təlim nəticələri müəyyən olunub. Dərs planı müəllimin yaxşı dərs keçməsi və arzu olunan məqsədlərə çatması üçün bələdçi rolunda çıxış eləməlidir. Və mütləq gündəlik planlaşdırmada dərsin planlaşdırmasını aparanda Bloom'un idrak taksonomiyasının feillərindən istifadə olunmalıdır. Tapşırıqlar dərsin təlim nəticəsinə uyğun olmalıdır. Dərsin mövzusu müəyyən olmalıdır. Diferensiyasiya təmin olunmalıdır. Həmçinin deyək ki, gündəlik planlaşdırmada dərsin məqsədinə uyğun iş formaları seçməklə əlavə dərsin təlim nəticəsini effektiv şəkildə müəyyən etməliyik ki, şagirdlərin bilik bacarıq səviyyəsi nəzərə alınmış olsun. Şagirddə hansı bilik bacarıqları inkişaf etdirəcəyimizin yanaşması bu gündəlik planlaşdırmada yer almalıdır. Gündəlik planlaşdırmada bir dərs üçün maksimum 2-3 təlim nəticəsi müəyyən olunur. 5-6 olmaz. Həmçinin bu planlaşdırmada
planlaşdırmada hazırlanan tapşırıqlar şagird mərkəzdə olmalıdır. Dərsin məqsədaltı standartdan çıxarılmalıdır. Görüləcək işlər, fəaliyyətlər qeyd olunmalıdır. Şagird yönümlü olmalıdır. Şagirdlərə bildirilməlidir və gündəlik planlaşdırmada dərsin təlim məqsədinin düzgün müəyyənləşdirilməsi işin yarısını görmək deməkdir. Sonra illik planlaşdırma nədir? Bəs illik planlaşdırmada əsas standart öz əksini tapır, həmçinin reallaşdırılır. İlin sonunda əldə olunmalı olan bilik bacarıqlar burada öz əksini tapır. Həmçinin burada sinif üzrə ümumi təlim nəticələri müəyyənləşir, ümumi təlim nəticələrinə istinad olunur, amma gündəlik təlim nəticələri gündəlik planlaşdırmada olur. İllik planlaşmanı hazırlamaqla müəllim il ərzində hansı zaman aralığında hansı alt standartları reallaşdıracağını əvvəlcədən müəyyən edir. Yəni fəaliyyətləri illik planlaşma biz dəyişə bilərik deyə qeyd olunur. Yəni qaydalara yeni tələb tətbiq olunduğu təqdirdə biz fəaliyyətimizi dəyişə bilərik. Yəni dəyişmədən təqdim etmək fikri yanlışdır. İllik planlaşdırmanı hazırlamaqla müəllim hansı mövzuları keçəcəyini əvvəlcədən müəyyən eləyir. Həmçinin illik planlaşma zamanı əvvəlcə fənnin siniflər üzrə təlim nəticəsi nəzərə alınır. Müəllim il ərzində tədrisin necə təşkil edəcəyini, dərsin necə keçəcəyini illik planlaşdırmada müəyyən eləyir. Və illik planlaşmada müəllim illik təlim nəticələrini necə çatacağını müəyyən etməklə əlavə fənni siniflər üzrə təlim nəticələrini nəzərə alır. Və müəllim summativ qiymətləndirməni nə zaman reallaşdıracağını da həmçinin illik planlamada müəyyən edir. Müəllim illik planlamada dərs ərzində hansı resurslardan istifadə edəcəyini də əvvəlcədən müəyyən eləmiş olur. Və illik planlaşdırmada mövzuların ardıcıllığı müəyyən olmalıdır. Həm illik planlaşma, həm gündəlik planlaşmada inteqrasiya imkanları və onun resursları da qeyd olunmalıdır. Bəs beynəlxalq qiymətləndirmə nədir? Beynəlxalq qiymətləndirmə TIMSS, PIRLS, PISA hesab olunur və beynəlxalq standartlara əsaslanır. Bu qiymətləndirmə həmçinin təhsildə perspektivləri müəyyənləşdirmək üçün xüsusi qurumlar tərəfindən aparılır. Cəmiyyətdə inteqrasiya prosesinin nəticəsi hesab olunur. 3 ildən bir həyata keçirilir və beynəlxalq qiymətləndirmə şagirdlərin qazanılmış bacarıqlarından istifadə etmə imkanlarının qiymətləndirilməsinə yönəlib. Hər bir ölkənin vətəndaşına digər ölkələrdə təhsil almaq imkanı yaradır. Beynəlxalq və milli ekspertlər tərəfindən həyata keçirilir. Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi funksiyalarını yerinə yetirir. Burada müqayisə etmə tədqiqatları, monitorinqlər vasitəsilə həyata keçirilən qiymətləndirmə yer alır. Və ölkədə təhsilin vəziyyəti haqqında məlumat əldə etmək, həlli tələb olunan daha əhəmiyyətli problemləri üzə çıxartmaq, onları araşdırmaq, nəticələri xarici ölkələrlə müqayisə etmək imkanlarını məhz beynəlxalq qiymətləndirmə yaradır. Ölkədəki təhsil səviyyəsini dəyərləndirir, iştirakçı ölkələrin şagirdlərinin nəticələri arasındakı fərqləri izah edən amilləri, yəni şagirdlərin və onların ailələrinin, təhsil müəssisələri, tədris prosesinin xüsusiyyətlərini, yəni bu amilləri öyrənməyə, riyazi savadlıq, oxu savadı, təbiət elmləri savadlığı və əlavə olaraq müxtəlif tipli problemləri həll etmə bacarıqlarını qiymətləndirməyə xidmət edir. Bu qədər, uğurlar.